Vizalarla bağlı yenilik 90 gün qalmaq imkanı. 28 noyabr tarixli və gündəm xəbərin efirində bir xəbər diqqətinizə çatdırırıq. Belə ki, Moldova parlamenti MDB ölkələri vətəndaşlarının vizasız səfərlərinə dair sazişin denonsasiyasına birinci oxunuşda təsdiqləyib. Qeyd eləyək ki, bu barədə məlumatı parlamentin spikeri Igor Grus məlumat verib. Onun məlumatına görə Moldova hökuməti noyabrın 12-sində MDB çərçivəsində imzalanmış 7 sazişin, o cümlədən iştirakçı dövlətlərin vətəndaşlarının vizasız gediş-gəlişinə dair sazişin denonsasiyasını təsdiqləyib. MDB ölkələri vətəndaşlarının vizasız səfərləri ilə bağlı saziş 9 oktyabr 1992-ci il tarixində Bişkekdə imzalanıb və vətəndaşlara ölkə ərazisində 90 günədək vizasız qalmağa imkan verirdi. Qanun layihəsinin müəllifləri qeyd eləyiblər ki, hazırda Moldovanın Tacikistan və Qırğızistan istisna olmaqla bütün MDB ölkələri ilə vizasız rejim haqqında ikitərəfli sazişləri mövcuddur.